Tillər və üzlər. Salam hörmətli izləyicilər. Növbəti dərsimizdə sizi xoş gördük. Bu dəfəki mövzumuz tillər və üzlərdir. Üçölçülü qrafika ilə işləyərkən obyektlərin necə qurulduğunu başa düşmək çox vacibdir. Kompüterdə yaradılan hər bir 3D obyekt kiçik hissələrdən ibarətdir. Bu hissələr nöqtələr, tillər və üzlərdir. Bugünkü dərsimizdə biz əsasən tillər və üzlər haqqında danışacağıq. Tillər obyektin nöqtələrini birləşdirən düz xətlərdir. Onlar obyektin kənarlarını göstərir və formasının yaranmasına kömək edir. Tillər olmadan obyektin sərhədlərini görmək mümkün deyil. Üzlər tillərin birləşməsi nəticəsində yaranan səthlərdir. Üzlər obyektə həcm, forma və xarici görünüş verir. Obyektin üzərinə rəng və ya tekstura tətbiq etmək məhz üzlər vasitəsilə həyata keçirilir. Məsələn, kub obyektini götürək. Kubun 8 nöqtəsi, 12 tili, 6 üzü var. Bu hissələrin hamısı birlikdə obyektin tam və real görünməsini təmin edir. Tillər və üzlərin əhəmiyyəti. Tillər və üzlər 3D modelləşdirmə proqramlarında obyektləri dəyişmək, böyütmək, kiçiltmək və formalaşdırmaq üçün istifadə olunur. Oyunlar, animasiyalar və memarlıq layihələri məhz bu anlayışlara əsaslanır. İndi isə 3 test nümunəsinə baxaq. Beləliklə bu dərsdə siz üçölçülü qrafikada tillərin və üzlərin nə olduğunu, onların obyektlərin formalaşmasında hansı rol oynadığını öyrəndiniz. Bu anlayışlar gələcək dərslərdə 3D modelləşdirmə proqramları ilə işləyərkən sizə çox kömək edəcək. Bugünlük bu qədər. Sağ olun, salamat qalın.